Parnoyda çox qala bilmirəm, öncədən onu deyim. 68 dərəcədir, biz indi çəkiş edib sizə göstərərik. Mən bu həyatda burada otura bilərəm maksimum. Malayziyalı qonaqların xüsusi kamerası vardır. Tam zil qaranlıqda ulduzlardan gələn elə bir işıqları toplayıb çox maraqlı şəkillər çəkir. Gecə vaxtı deməli o dağ üstündə qar olmaqla bir dənə əla möhtəşəm bir görüntü olur. Masaj otağıdır. Burada narahat etməyin yazılır, amma biz gəncə də baxaq. Niyə qeybət ağacı adlandırılır? Əslində qeybət o qədər yaxşı bir şey deyil, amma ki Fatma Gülün üçün burada baxanda adam yəqin ki, relaks olmaz. Mən maraqlıdır bu. Tuzun dadına baxın. Zəhərlənmərəm. Maqneziumla zəngin, çox faydalı mineral sudur. Ümumiyyətlə, bütün mineral suların müəyyən bir limit daxilində içməkdə fayda var. Gözəl Qudyal çaydır. Azərbaycanın şimal bölgəsinin ən qürsulu çaylarından biridir. Burada bizim müxtəlif tədbirlər keçirmək üçün zalımız var. Ailələr üçün qəşəng karaoke, musiqi, yəni bütün bu şəraitimiz yaradılıb. Sizin izləyiciləriniz də olacaq, dinləyiciləriniz də olacaq. Onlar sizi izləyəcəklər. Çox sağ ol sən. Hələlik. Çox sağ ol. Dostlar, hamıya salam. Biz Qubaya gedirik. Deməli dostlar, gəlib çatdıq Qubaya. Taksi sifariş verəcəkdik, amma oteldə işləyən dostumuz dedi, gözləyin elə şəhərdəyəm, sizi götürəcəm. Gözlədiyimiz maşın gəldi. Hava -3-dür. İlkin, sən Məcid otelində nə işlə məşğulsan? Məcid otelinin baş meneceriyəm. Səməd, mən çox sevindim ki, sən bugün Qubaya gəlmisən. Gəlib çatdıq Quba Məcid otelə. İlk təəssürat odur ki, elə bil ki, nağıllara düşmüsən. Çünki qar da yağıb burada. Bu otelin özüdür. İndi ilkini gözləyirəm. Gəlsin, bizə bələdçilik eləsin. Qeydiyyatdan keçirik. Qeydiyyat məsələlərini bitirdik. İndi gedirik otağa. Ben bunu da yoxlayayım. İşləyir. Təbiət. Bütün otellərdə etmək istədiyim bir şey olub. O da Toğrul'la belə danışdıq ki, Toğrul orada yatacaq. Toğrul ən azından fitdir də mənə nisbətdə az yer tutur. Mən də burada hər kəs yəni öz ölçüsünə görə bir yataq seçdi. Mr. Bean-i izləmisiniz də yəqin. Yadımda da o vaxtı Mr. Bean-ə biz həmişə baxırdıq. O gedir oteldə qalır və mansardda qalır və o çox mənə uyutlu görünür də ora. Çox belə rahatdır, ürəyimcə olan bir şeydir və həmişə ona görə mansardlar məni cəlb edir. Xüsusilə belə ağacdan işləmədisə. Gedirik yeməyə. Toğrula deyirəm ki, Toğrul otur, görsünlər ki, mən operatoruma necə qulluq edirəm. İyi Toğrul, nuş olsun. Mən operatoruma belə qulluq edirəm, ona salat verirəm, özüm kabab yeyəcəm. Deməli dostlar, bizə kabab gətirdilər, göstərim onu. Belə, yəni salatla başlayırıq, kababla davam edirik. Kabablarımız lülə kabab, təzə quzudan hazırlanmış, tikə kababı və 2 dənə təzə gəlmiş bildirçindir. Nuş olsun sizlərə. Bu pendirdir, yoxsa nədir bu? Yox, o
sparja salatıdır və brokoli salatıdır. Bunu özümüz marinə eləyirik və onun salatını adətən qonaqlarımız çox bəyənir. Necədir, dadına baxdınız? Mən bunun dadına baxdım, xoşuma gəldi. O simbiyoz olaraq çox yaxşı gedir. Bu gün evdən çıxıb gələndə avtovağzala taksi ilə dialoqumuz oldu. Ona sağlam həyat barədə danışırdım. Kiməs çörək falan, Sağlam həyat- çörəkdən imtina eləmək falan. Kürsü olası adam tapmısınız. Macid Ruba Otelin girişindəyik. Mən istəyirəm ki, biz ərazini gəzək. Demək istədim ki, bizi izləyib dinləyənlərə də deyək, podkastdan öyrəşmişəm. Bizi izləyənlər əgər bu video ilə məni tanıyırlarsa, YouTube-da podkast kimi adam yazın. Orada görəsiniz ki, bir podkast layihəmiz də var. Mən istəyirəm ki, biz parkdan başlayaq. Sonra sən otelin ərazisini bizə göstərəsən. Birdən-birə çox oksigen daxil oldu, nəfəsim kəsildi. Onun zövqünü adam yaşayır. Biz gələ-gələ İlkin mənə deyirdi ki, bura adamlar gəlir, deyir ki, biz nəhayət ki, bütün ciyərimizlə nəfəs ala Bayram bildik. edirik. Hə, ciyərlərimiz bayram edir. Gedək parka. Parkda bir maraqlı bir şey var, onu göstərmək istəyirəm sizə. Bizim otel ərazimiz kifayət qədər genişdir. 4 otel binamız var, Səməd. Biz onu hərflərlə adlandırmışıq. F, L, A və B blokları. Ümumilikdə 78 qonaq otağımız var və qonaq otağında da, yəni qonaqların istirahəti üçün lazım olan bütün şəraitimiz var. Burada bizim müxtəlif tədbirlər keçirmək üçün zalımız var. Orada həmçinin ailələr üçün qəşəng karaoke, musiqi, yəni bütün bu şəraitimiz yaradılıb. Sən İndi göstərəcəm sizə onu. Bunun adı da var. Adını da adlandırmışıq. Bura bax. İndi məndən qabaq adlandırmışıq. Niyə qeybət ağacı adlandırmışıq? Əslində qeybət o qədər yaxşı bir şey deyil, amma ki mənə elə gəlir ki, maraqlı bir kreativ. Bura baxın sağ olun. Mən bunu görəndən gülmək tutub məni. Bunun əslində bir horror tərəfi də var. Dəhşət filmlərini xatırladır. Sanki kəsiblər, üst hissələri, alt hissələri yapışdırıblar. Feministlər buna nə cür münasibət bildirəcək bilmirəm. Amma belə bir şey var burada. Qarın xırt-xırtında gəzmək necə bir şeydir? Əladır. Möhtəşəm bir histir. Bakıya qar yağmışdı, ancaq bircə damcı. O da ki, and içmək üçün. Hə, bura parkdır. Burada Bura parkdır. uşaqlar üçün, hə, bunu da göstərim. Burada uşaqlar üçün oynamağa yer var. Mənim ciyərlərim həqiqətən bayram eləyir. Məndə burunda problem var nəfəs almada. Demək olar ki, burundan 10% nəfəs alıram. Amma bununla belə o zövqü hiss edirəm. Sağ olun əziz xanımlar. Səməd, burada bizim sanatoriya binamız var. Onu deyim ki, bizə otel ərazisində mineral su çıxır. Biz ilk dəfə keçən il o suyu tapanda biz laborator nümunələri göndərdik və o su ilə bağlı, yəni istifadə üçün lisenziya aldıq. Həqiqətən də mineral tərkibli sudur və o suyun üzərində biz sanatoriya tikdik və Səhiyyə Nazirliyindən lisenziya əsasında fəaliyyət göstərir. Bəzən bizim insanlarımız elə fikirləşir ki, məsələn, sanatoriyaya getmək üçün mütləq birinci yaşlı olmalısan, ikincisi nəsə xəstəliklərin olmalıdır. Amma mən çox istərdim ki, insanlarda bu stereotiplər. Əslində elə sanatoriyaya biz cavanlar getməliyik. Niyə? Çünki sağlamlığımızı qoruyaq. Yəni burada da qan dövranını yaxşılaşdıran, immuniteti yaxşılaşdıran çox maraqlı burada terapiyalarımız var. Hansı ki, qonaqlarımız gələ bilərlər, istifadə edə bilərlər və yenilənə bilərlər. Baxın da, yəni. Gedək, ardına baxaq. Burada bizim hovuz binamızdır. Deməli, hovuz və sauna yerləşir. Burada biz xanım saatları deyilən bir şey tətbiq edirik. Səhər saat 10-dan saat 1-ə qədər hovuz kənarına saunaya ancaq xanımlar buraxılır. Xanım qonaqlarımız saat 2-dən sonra isə ümumi saatdır. Yəni həm bəylər, həm də xanımlar qoşula bilər. Yaya doğru bizim burada bax bu formada kabinetlərimiz fəaliyyət göstərir. Hansı ki çayın kənarında. Əslində o kabinetlər indi də fəaliyyət göstərir və onlar təbii qaydada öz təbii kənddə baba üsulu ilə peçlərlə isidilir. Burada bax bizim belə bir yeni yaratmışıq. Hətta görürsünüz sementi də qurumayıbdır. Burada bir süni göl yaradırıq və bura balıqlarımız da olacaq. Hətta burada maraqlı bir şey mən sizə deyim. Qonaqlar gəldi burada öz tilovunu atdı, özü öz balığını tutdu. Aşağı mətbəxdə o balığı onun üçün bişirdik, verdik. Yəni belə bir maraqlı eksperimenti də biz bu yaxınlarda qonaqlarımıza təqdim edəcəyik. Mən artıq bura yayda da gəlmək istəyirəm. Çünki qarın öz gözəlliyi var, təbiətin öz gözəlliyi var. Yayda da maraqlı olardı. Tutaq ki, indi ağaclarda yarpaq yoxdur da. Amma qışda tam başqa bir gözəlliyi olur. Yəni yayda buralar yamyaşıl. Hə, yayda siz baxırsınız çayın üstü, bu dərəsi yaşıl, bu bir şey. Yəni hər tərəf yamyaşıl. Bu bizim bir yay mətbəxidir. İndi hal-hazırda bağlıdır. Bax, biz indi sizlə çayın kənarına düşəcəyik. Gedək baxaq. Əməli soyuqdur, hə. Qulaqlarım artıq da. Mən də qulaqlarımı hiss eləmirəm. Bu isə gözəl Qudyal çaydır. Azərbaycanın şimal bölgəsinin ən gürsulu çaylarından biridir.
Adam bir tərəfdən danışmalıdır, bir tərəfdən də susub çayın səsinə qulaq asmaq istəyirsən. O nə maraqlıdır ki, ora açıqdır ora, baxa bilərik. Açıqdır, əlbəttə. Gedək o Bu bizim kabinetdir. maraqlı gəldi mənə. Hə, bu işıqlar maraqlı gəldi. Yəni, bilməm nə dərəcədə işıqlardır. Forması var, bu formaya lamskanın içinə yığmaları xoşuma gəldi. Neçə ildir sən otel sektorundasan? 15 ilə yaxındır. Elə bu il 15-ci il oldu. Sırf otel sektorundayam. Hə, bura nədir? Bura bizim həmin dediyimiz əslində tam da kotej deyil, amma burada da yəni otaqlar var. Bu da bloklarımızdan biridir. Həftə sonları daha çox işləyir. Həftə içi biz bunları söndürürük. Çünki həftə içi o qədər də tələbat olmur, amma həftə sonu demək olar bütün bina bloklarımız işləyir. Bu yanğın Yanğın çıxışıdır da. Hə, yəni Allah uzaq eləsin. Nəsə bir fövqəladə bir hadisə baş verərsə, o qapılar açılır və qonaqlar oradan təxliyə olunur, yəni. Mən nəyə görə diqqətimi çəkdi? O Türkiyədə ki hadisə baş vermişdi. Gördün də yəqin ki. Orada mən görmədim orada belə bir şey olduğunu. Yox, əslində baxın, bu da vacib nüanslardan biridir. Biz məsələn periodik olaraq bunu eləyirik. Staff, yəni otelin personalı ilə heç olmasa kvartalda bir dəfə yanğın təlimləri keçmək lazımdır. Yanğın baş verərsə və yaxud da hər hansı fövqəladə halda işçilər nə eləməlidir? Çünki istər-istəməz qonaqlar panikaya düşürlər. Bu panikanı necə azaltmaq, bu stres vəziyyətini necə idarə eləmək, qonaqların çıxışını necə təmin eləmək və həmin anda hər bir, xüsusən də otelin rəhbər personalının bir vəzifəsi olmasa. Bir nəfər mütləq qaçır, tutaq ki, yanğın söndürməyə məlumat verməyə, ikinci nəfər qum və su dalınca qaçmalıdır, üçüncü qonaqlar üçün mərtəbəyə çıxmalıdır. Yəni bunun üçün qabaqcada müəyyən olmuş bir ssenari olur. Bu yaxında elə keçən həftə bizim 3 nəfər Malayziyalı qonağımız vardı. Onlar otelimizdə qaldılar, çox da razı idilər. Saat 11-12-nin yarısı oldu. Bizə yaxınlaşdılar ki, bizim üçün taksi tapa bilərsiniz. Biz çox uzaq bir yerə, nə bilim, getmək istəyirik. Bir aşağıda bir çay var, o çayın üstündə körpü var. Mən soruşdum ki, bu gecə vaxtı siz nə üçün ora getmək istəyirsiniz? Dedi ki, bizə işıq çirklənməsi olmayan, çox zil qaranlıq bir yer lazımdır. Onların özləri ilə müəyyən aparatları vardır. Biz qalaktikaları müşahidə eləyəcəyik, ulduzları müşahidə eləyəcəyik. Taksiyə heç ehtiyac olmadı. Mən onları otelimizin arxa hissəsində yerləşən bu çayın qırağına gətirdim. Gəldik onlarla bir yerdə, onlar aparatlarını qurdular, ulduzlara baxdılar. Mənə də çox əla məlumatlar verdilər. Hətta xüsusi proqram da var, application, mən onu bilmirdim. Yəni siz səmaya tutursunuz gecə vaxtı. Hansı ulduz, onun adı nədir, elmi adı nədir, hansı qalaktik, hamısını göstərir. Belə maraqlı bir, mənim üçün də bir yenilikdir. Elə bax, burada qurmuşduq. Həmin o, bayaq dediyim o Malayziyalı qonaqların xüsusi kamerası vardır. O, deməli, tam zil qaranlıqda ulduzlardan gələn elə bir işıqları toplayıb çox maraqlı şəkillər çəkir. Gecə vaxtı, deməli, o dağ üstündə qar olmaqla bir dənə əla, möhtəşəm bir görüntü olur. Və onun fonunda biz bir şəkil çəkdik. Mən də o şəkili də sizə verəcəm. Zil qaranlıqda ancaq ulduzların işığı düşməklə çəkilmiş bir şəkil, çox qeyri-adidir. O möhtəşəm saç düzümümü bərpa edeyim. Bayaqdan bu gözümə dəyir, yerləncələr. Bir dənə onu test eləyək. Məncə məndən 2 dəfə ağır insanı da tabi gətirir. Məncə də. Allah. Yox, mənə bu qədər bəsdir. Bu da kotejdir də? Hə, bu da, bəli. İkidir, yəni bir növ o da otel binasıdır. Otelin 4 binasından biridir. Blok, burada namaz otağı da var. Ha, elektrokarları da burada şarj eləmək var. Bəli, bəli. Aha, bu da var. Kimsə də ibadət edirsə, gəlib burada ibadət də eləyə bilər. Namaz otağı var, təbiətin qoynunda. Gedək. Bir dənə də buradan raks göstərim. Oteli. Bizim ümumiyyətlə vaxtaşırı maraqlı qonaqlarımız olur. Mən indi Hollandiyadan gələn birdwatching turistlər haqqında istəyirsən məlumat verir. Quşlara baxırlar. Deməli, ümumiyyətlə Səməd, mən bilmirəm məlumatım var yoxsa yox. Dünyada birdwatching adlı bir turizm məhsulu var. Müəyyən bir kataloq var
Və bu turizmin həvəskarları öz qarşılarına məqsəd qoyurlar ki, ömürlərin sonuna qədər orada olan çoxlu sayda quşlar hamısını real gözlə görəcəklər və hər dəfə onun qarşısına bir tik qoyacaq ki, mən buna baxdım. Hə, mən bunu canlı müşahidə edirəm. Hətta bu insanlar o quşları görmək üçün, çünki elə endemik quşlar var ki, onlar ancaq Afrikadadır və yaxud da uzaq Sibirdədir və yaxud da başqa bölgədədir və bu insanlar o missiyanı tamamlamaq üçün dünyanın hər yerinə səfər edirlər. Və indi isə işin maraqlı tərəfi. Quba rayonu, xüsusən də bu beş barmaqla bu Xəzər dənizinin arasındakı o belə dar bir keçid ki var, o həmin hissə, ümumiyyətlə bütün Quba rayonu çox nadir quşların səfər trayektoriyasının üzərindədir. Afrikadan üzü şimala doğru, yəni Rusiyanın şimalına doğru gedən bir yerdə o həmin trafikin üzərindədir. Məhz Quba. Ona görə də deməli biz bir neçə gün bundan əvvəl bizim Hollandiyadan bir bird watching turizmlə məşğul olan, belə deyim, artıq qrup gəlmişdi. Yəni onlar təqaüd yaşında olan insanlar idi. Onlar gəldilər, bizim otelimizdə qaldılar və bizdən xahiş elədilər ki, biz səhər çox tez erkən saatda ayrılmalıyıq. Bizim normalda səhər yeməmiz 8:30-da başlayır. Biz isə əlbəttə bütün qonaqların tələbləri bizim üçün qanundur. Biz onların tələbini yerinə yetirib, onlar üçün səhər yeməyini səhər saat 7-də təqdim elədik. Onlar yedilər və hətta artıq onda hələ hava qaranlıq idi. Onlar öz missiyalarını daha ancaq yürüdü. Qabaqcadan bizim Azərbaycanda da bu işlə məşğul olan adamlar var. Onlar onlara yerləri göstərmişlər və onların böyük binokulları vardı, durbinləri vardı. Getdilər öz təyin elədiyi quşlara baxmağa. Deməli biz dolaşdıq, gəldik sanatoriya binamıza. Bayaq dediyim kimi, indi istəyirəm ki, biz daxil olaq. Bizim orada baş tibb bacımız var. O bizə məlumat versin, nə terapiyalarımız var, bunlar nə işə yarayır. Çünki siz bura gəlmişsiniz, mən mütləq əminəm ki, orada sizin üçün də faydalı olacaq illatlı bir şeylər var. Burada danışdığımız mineral sudur, maqneziumla zəngin, çox faydalı mineral sudur. Amma ümumiyyətlə bütün mineral suların İçərkən müəyyən bir limit daxilində içməkdə fayda var. Yəni onu unlimited içmək olmaz. Çünki əgər minerallarla zəngindirsə, orada görürsən ki... Bu nəyə xeyir edir? Həzmi yaxşılaşdırır falan. Həzmi yaxşılaşdırır, daxili orqanlara, qaraciyərə falan çox faydası var. Baxın, soyuqdur. Və ilıqdır. İlıqdır. Yəni, çünki yerin altından çıxır deyə. Gəl mən sənə kruşka verim, sən də bundan iç. Sənə də şəfa olsun. Bu da onun sertifikatlarıdır. Hə, bu da bizim onunla bağlı belə bizim lisenziyalarımızdır. Hə, lisenziyalar. Okey, gedək. Yeşim güllər var burada. Biz indi sanatoriya binamızdayıq və çox hörmətli Sevinç xanım baş tibb bacısıdır bizim sanatoriyamızın. Birinci mərtəbədə elektroterapiya prosedurlarıdır. Bir də birinci mərtəbədə bizim digər duz otağımız var. Bu aparatdan Azərbaycanda az saydadır. 3-4 dənə olar ki, ondan da biri bizdədir. Nə edir bu aparat? Aparat biostimulasiya aparatıdır. Sinirləri sakitləşdirir, onları qidalandırır. Yəni bu neyinir? Tok verir, bədənə titrədir, ya nə baş verir? Ayaqlara qoşulur, bel nahiyəsinə, kürək nahiyəsinə, bir də əllərə. Əllərə bu qoşulur, yoxsa bu hansı? Bel nahiyəsinə qoşulur, əllərə bunlar, kürək nahiyəsinə qoşulan elektrodlar, bir də ayaq nahiyəsinə. Verir, nə baş verir? Tok verir. Tok verir. Amma tok verir bildiyimiz o barmağımı toka salsam mən nə tər deyil. Yəni pasiyentin sözləri ilə desək, bu prosedurdan sonra əsəbləri sakitləşdi tamamilə. Bizə bir nəfər xanım gəlmişdi yayda. Xanım çox əsəbi gəlmişdi bizə. Bu proseduru tətbiq edəndən sonra dedi ki, əsəblərim elə bir əməli başladı, sakitləşdi yəni. Digər prosedurlarımızdan biri də limfodrenaj prosedurudur. Limfodrenaj qan dövranını ən yaxşı sürətləndirən prosedurlardan biridir. Limfa mayesinin sirkulyasiyasını yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, bədəndə olan, ayaqlarda olan şişkinliyi, ağrıları götürür. Bunun üstündə qadın şəkli var. Bu daha çox qadınlar üçündür, yoxsa necə? Həm də arıqladır buna görə. Kosmetoloji olduğuna görə. Yəni o arıqladır məsələsi tutaq ki, nə qədər olmalıdır? 1 ay, 2 ay adam o davamlı formada gəlib istifadə etməlidir ki, 2 həftə olsa, 14 gün olsa, müalicə 10 gün və ya 14 gün olsa, daha müəyyən bir nəticə əldə etmək olar. Yəni o 2 həftə hər gün, yoxsa bəli, hər gün. Və nə qədər, neçə dəqiqə davam edir bu proseduru? 15 dəqiqə. Bu nə cür bir şeydir? Adam uzanır və bunu ayağına, bədəninə bərkitində. Qaran nahiyəsinə, ayaqlara, bir də qollara.
Okey, başqa nə var? Hə, bunlar nə aparatıdır? Bu aparat elektroforez aparatıdır. Elektroforez dərman maddəsinin elektrik cərəyanı vasitəsilə daxilə yeridilməsi prosedurudur. Ən çox bel, boyun, onurğa ağrıları zamanı, bel, boyun, onurğa yırtıqları zamanı istifadə olunur. Okay, Ağrını götürür, iltihabı götürür. onlar nə üçündür? Maqnit terapiyadır. Maqnit terapiyada hiss olunmasa da ağrını daha yaxşı götürür. Digər aparatımız elektrostimulyasiyadır. Elektrostimulyasiya əzələlərin və sinirlərin pozulmuş funksiyalarını bərpa eləyir, duzları parçalayır, bir növ əzələlərə stimulyasiya verir. Okey. Hə, burada nədir? Digər bir prosedurlarımızdan biri də fanaforezdir. Yəni ultrasəs dalğası kimi bilinir. Aktiv maddələrin daxilə yeridilməsi prosedurudur. 6 sm dərinliyə qədər təsir edir və kiçik bir mikromasaj prosedurunu yerinə yetirir. Ağrını götürür, duzları parçalayır. Ümumiyyətlə fizioterapiya prosedurları bərpa regenerasiya prosesini sürətləndirir. Hər hansı bir zədələnmə, xəstələnmədən sonra sağalma prosesidir. Bəli, bəli. Deməli dostlar, müəyyən texniki qüsurlar vardı, onu aradan qaldırdıq. Və bu duz otağıdır. Düzdür Sevinç xanım? Bəli. Bu otaq nə üçündür? Bir də o məlumatın verə zəhmət olmasa. Duz otağı yuxarı və aşağı tənəffüs yollarının müalicəsi üçün. Pasiyentlər burada neçə dəqiqə uzanır hər gün? 20 dəqiqə. 20 dəqiqə əyləşir. neçə gün ərzində tövsiyə olunur? Tövsiyə olunmağı ən yaxşısı olardı 2 həftə olsaydı daha yaxşı Və olardı. bütün Ən az 10 prosedurlar gün. 2 həftə, 10 gün olsa 2 yaxşı. həftə olsa bəli. Normal nəticə əldə etmək olar yəni. Bu duzlar hardandır burada? Yəni hardan gətirilib? Naxçıvandan. Naxçıvandan xüsusi sifarişlə gətirilmiş duzlardan istifadə olunur. Okay. Burada monitor var. Bu nə üçündür? Pasientlərin dincəlməyi üçün gözəl bir sanator musiqilər var Hə, orada. yəni musiqi gedir. Serialı bəli. baxmaq olar da orada. Xeyr, xeyr. Ancaq Serial sanator baxmaq olar. musiqisidir. Ha, sırf adam relaks olsun deyə Bəli. olan musiqidir. Fatma Gülün üçün burada baxanda adam yəqin ki relaks olmaz. Mənə maraqlıdır bu. Duzun dadına baxım. Zəhərlənmərəm dilimə vursam. Yox. İnşallah. Yox. Hə, inşallah. Okay. Hər halda divara vurublarsa, yəqin nəsə yapışdırıcı bir maddə ilə qarışdırılırdı. Hə, onda çox risk eləməyim. Birdən də nəsə orada. Həm də eyni zamanda duz aparatı aerosol vasitəsilə duzlu yodlu suyu içəri daxil edir. Ha. Bəli. Bura mənə bilirsən nəyi xatırladır Toğrul? Səs yazma studiyasına girirsən, orada bir cür səs izolyasiyası olur, amma burada havalandırma var. Yuxarı tənəffüs yollarında problemi olan, bronxlarında problemi olan insanlar gəlib burada müalicə ala bilər. Okay. Hətta yuxuya gedirlər duz otağında. Yəni mən orada çıxmaq istəmirlər. həm də nəyə görə qalxdım? Çünki adam çox özüm relaks hiss edir. Ona görə durdum ki, yuxuya getməyim. Toğrul, kameranı götürürəm, gələcəyə başqa nə var? Hə, bu arada Sevinç xanım mənə dedi ki, kadr arxasında. Dedi ki, bu otağa girəndə pasientlər xalat geyinir də adətən. Mən indi pasient kimi girmədiyimə görə xalatsızam və üzr istəyirəm. Masaj otağıdır. Burada narahat etməyin yazılır, amma biz öncədən danışmışıq deyə. Mən sadəcə prosesi sizə göstərmək istəyirəm. Gəlin gedək baxaq. Salam. Salam, xoş gəlmisiniz. Xoş gördük. Sevda xanım, siz professional masajla məşğulsunuz. Bəli, bəli. Və indi nə prosedurlardır burada? Bu ancaq uşaqlar üçündürmü, yoxsa Uşaqlar üçün, böyüklər üçün skalyoz, kifoz, osteoxondroz, onurğa əyriliyi, duzlaşma, Burada bu dəqiqə çox gözəl bir ətir yeyib. Ətir yağlarımızın iyidir, masaj yağlarımızın iyi, şamlarımızın qoxusudur. Sizdə də eyni başqa bölmələrdə olduğu kimidir. Yəni 2 həftə, 10 gün ən azından olsa bu prosedur 10 seans, faydasını görər. ən azından 10 seans. Skalyoz xəstələri üçün 14 seans. Mən özüm də montaj gələndə bəzən nə bilim 8 saat, 10 saat kompüterin qabağında otura bilərəm. Ola bilsin kimsə ofis işi görür, o insanlara xüsusilə ləzzət edir. Məzuniyyət olur da onsuz il ərzində. Məzuniyyət götürüb gəlib faydalanmaq olar. Masaj adı tutulanda Majid Otel sanatoriyası. Aha. Yəni su da var. İndi su bölməsində gedəcək, istəyirəm onu da göstərim. Sevda xanım, sizə uğurlar, Çox sağ yorulmayasınız. olun. İndi biz Aytən xanımdan gedəcəyik hidro masaj otağına. Duş masajı. Aha, gedək. Aytən xanım, bu nə üçün istifadə olunur? Bu bizim mineral su, təbii suda sualtı duş masajımızdır. Bütün bədəndə qan dövranını yaxşılaşdırır, dayaq hərəkət sistemini aktivləşdirir və bir çox xüsusiyyətlərə malikdir. İndi gəlin. Bunun içində məncə 4 nəfər yerləşir. Yox, Amma bir nəfər nəfər yəqin normalda salırsınız da. Bu vannalarımızdakı bizim təbii mineral suda vannalarımızdır, duz vannalarımız. Bu da iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Qan təzyiqini aşağı salır, qan damarlarının divarlarını təmizləyir və bir çox xüsusiyyətlərə malik olur.
Yəni burada nə baş verir? Adam sadəcə Bu uzanır bax, üstünə, yoxsa deməli- necə? Su fışqırmayacaq üstümüzə. Yox, Oo. yox. Hə, bu yəni özündə masaj var. Hə, adam uzanır və bunu Hə. işə salır. Sinir sistemini çox sakitləşdirən bir vannalardır bunlar. Təbii mineral suda. Hə, bu. Prosedurumuz da 15 dəqiqədən ibarətdir. 15 dəqiqə. 15 dəqiqə, bəli. Hə, bu maksimal gücdür, yoxsa bundan da artırmaq olur? 2 atmosferdədir bu elə bil. Bu biraz sakitləşdirici. Hər bir ürəyində problem varsa, əgər əməliyyatı varsa, stent varsa, onlara zəif qoyuruq. Mən toxuna bilərəm, onu sala bilərəm. Hə, toxunun. Bu su indi Hal-hazırda soyuq qoyulur. Soyuqdur, Hə, normal 37-38 dərəcədə olur bədən temperaturunda. Başa düşdüm. Hə, əgər ürək tələsməsi zad olarsa, öz istəyinə görədir. Soyuq da istəyir, isti istəyən də olur. başa düşdüm. Bu da ikinci atmosferimizdir. Çox qəşəng bir effektli vannalardır, təbii suda. Təsəvvür edin ki, uzanırsınız. Burada geçin. Suyu vurur üstünüzə. Çox sağ olun Ayşə xanım. Sağ olun. Mən mənzərəni bir də göstərim sizə. Buradan da vannadan qalxırsınız, bu mənzərəyə baxırsınız. Yayda məncə bura bundan da möhtəşəm olur. Super olur. Təsəvvür eləyin ki, qar yağır, bayırda şaxta, siz də burada isti vanna qəbul eləyirsiniz. Onun özəlliyi bir başqa cür olur. Xəstələnməyi gözləmədən insan bu prosedurları tətbiq etməlidir ki, sonra canı ağrımasın. Keçid, indi hara gedirik? Bizim indi maraqlı bir dənə əyləncə otağı dediyimiz bizim entertainment room var. Deyirəm ki, biz gedək səndən orada baş çəkək. Bir orada bir çayımızı içək. Orada nələrimiz var, elə getmişsən baxaq, tanış olaq. Okay. Otel ailəvi konseptdir. Biz çox ciddi bir cəhdlə buradakı ailə mühitini qoruyub saxlayırıq. Və bundan əlavə də məsələn biz bura ailəvi karaoke zaldır. Burada məsələn əyləşirlər, qəşəng bir çay süfrəsi ətrafında. Orada bizim böyük bir ekranımız var. Karaoke oxuyurlar, mikrofon, səs sistemi, səhnə, hər şey. Bəzən hətta bizim qonaqlarımız ilhamlanırlar və öz çıxışlarını, performanslarını bir-birinin önündə belə səhnədə edirlər və burada axşamlar çox yaxşı, isti bir atmosfer əmələ gəlir. Bəzən kinoya da izlənilir. Bax sənin son vaxtlar çıxan sonuncu kinon. Axşam vaxtımız olsa bəlkə istərsən izləyərik filmi birlikdə. İzləyərik. Mən də məmnuniyyətlə fikirləşirəm, yaxşı bir təsadüf olar, yəni yerinə Şərait düşmüş var da, olar. xəstəz belə. Şərait Kolonka var, ekran kinomuz var. da var, hər şeyimiz də var. Proyektor da var. Və burada həmçinin Səməd, fikir verdinizsə çoxlu stolüstü oyunlar üçün bütün lazımi vasitələrimiz var. Mafiyasından tutmuş dominosuna qədər, unosuna, monopoliya, yəni bütün axşam vaxtlarında o qonaqların asudə vaxtı üçün bütün lazımi oyunlarımız var. Eləcə də bizim orada PlayStation-ımız da var. Hə, PlayStation həvəskarları indi xüsusilə futbol oynamaq istəyənlər. Yoxlayaram birazdan onu. Görüm Tamam. Dekabrın 24-də bizim ərəb turist qonaqlarımız vardı. Omandan, Yəməndən idi. Əslində Dubay vətəndaşları idilər. Bir neçə ailə idilər. Gəldilər, biz onları eyni dediyim kimi qəşəng isti qarşıladıq, yerləşdirdik. Onlar qaldılar 2 gün və xidmətlərimizdən çox razı qaldılar və otelimizdən çox məmnun ayrıldı. Gedəndən bir neçə gün sonra dekabrın 29-u onlar mənə zəng elədilər. Dedilər ki, İlkin müəllim, biz Azərbaycanın demək olar hər bir bölgəsində olduq. Qəbələsində, Bakıda, hətta 5 ulduzlu otellərdə qaldıq. Amma biz sizin oteldə aldığımız istiliyi heç yerdə görmədik. 2 gündən sonra yeni ildir və biz hamımız qərar verdik ki, biz yeni ilə sizlə bir yerdə girmək istəyirik. Onlar orada qayıtmışlar öz Onlar ölkələrinə oradan. hətta qayıtmamışlar. Bizim də Allahdan hələ otaqlarımız qalmışdı. Yəni tam satılmamışdı. Və mən onlar üçün otaqlar rezerv etdim. Gəldilər. Hətta bizim çünki yeni ildə çox qəşəng bir yeni il tədbirimiz oldu. Müğənnilər, atəşfəşanlıq, Viktor, qəşəng bir yeni il tədbirimiz oldu. Onlar da qəşəng səhnənin önündən yer verdim, əyləşdilər. Bu biri qonaqlarla birlikdə yedilər, dedilər, güldülər. Onlarla birlikdə oynadılar və səhərsi gün dedilər ki, İlkin biz onlar yəni ingiliscə təbii ki danışır. Dedilər biz ömrü həyatımızda heç vaxt belə yeni il keçirtməmişdik. Belə möhtəşəm, belə təmtəraqlı. Bizdə 12-də atəşfəşanlıq filan da olmuşdu. Çox razı qaldı. Sözümü nəyə gətirir? Yəni biz o qonaqları necə geri əldə elədik?
onları ötürdüyümüz o Xidmətlə. iş xidməti. Bayaq səndən çay qırağında olanda o qonaqların məsələn o ulduz onu danışdıq, digər qonaqları danışdıq. Yəni bunlar hamısı bizim xidmətimizin bir parçasıdır. Əslində hüquqi olaraq otel əməkdaşının yəni birbaşa öhdəliyində deyil. Yəni onlar məsələn qonaqla bir yerdə gecə vaxtı çayın kənarına ensin, onların yanında dursun, onların təhlükəsizliyinə görə bir məsuliyyət daşısın filan. Amma biz başa düşürük ki, hər şey burada hüquqi məsələlərdən ibarətdir. Çünki biz insanlarla işləyirik, insan faktoru var. Yəni nəticə etibarilə əsas hədəf odur ki, o qonağı buradan xoşbəxt belə əlimizi sıxıb yola sala bilək. Rekvar. Deməli dostlar. Hazırda podkast kimi adamı izləyə bilirsiniz və gördüyünüz kimi mikrofon da işləyir. Nə demək istəyirəm? Burada film izləmək olar, karaoke oxumaq olar. JBL səs gücləndiriciləri var. Burada istənilən musiqinin karaokesini seçə bilərsiniz. Burada gəlib oxuya bilərsiniz. Sizin izləyiciləriniz də olacaq, dinləyiciləriniz də olacaq. Onlar sizi izləyəcəklər. Səs bu dəqiqə aşağı tempdə qoymuşam, amma karaoke oxuyanda yəqin ki onu nizamlayacaqlar burada. Hazırda İş Həmişə Var layihəsinin aparıcısı Fərid Rəsulun olan podkastım da orada. Hələ ki ən son yayımladığım budur. Gələn həftə başqa buraxılış olacaq. Belə, buyur. Dostlar, deməli Quba Məcid oteldəyik. Saat 7-də 8-ə işləyir. Soyuq, sərin. Çox xoşlayıram bu işıqlanmanı. Oranı da bir dənə göstər. Biz indi ilkinlə getməliyik hara? Ona deməyim, görərsiniz. Toğrul artıq buradadır. Dincəlir. Görmək üçün. İlkin buradasan? Hə. Gəl zəhmət olmasa. Hə, gedək davam edək də. Həmişə arzusunda olmuşam ki, mənim iş yerim qaldığım yerə yaxın olsun. Amma deyəsən mən bu işin nirvanasına çatmışam. Deməli, bura mənim ofisdir. Bura mənim ofisimdir. Bura isə mənim otağım. Deməli, 6 addım məsafə var. Niyə belə uzaqdır? Növbəti hədəf bu 6 addımı qısaltmaq olacaq. Məncə bu çox uzaqdır buradan bura. Sən ora keçirə bilərsən otağı. Orada ümumiyyətlə bir addım. Biz indi hara gedirik? İndi axşam saatıdır. Mən sizə bax qəşəng bir təklif eləyim. Gedə bilərsiniz hovuza. Hovuzda orada bir dincələ bilərsiniz. Orada saunamız işlək vəziyyətdədir. Və yaxud da seçim sizindir. Bəlkə yeməyi əvvələ salaq, hovuzu sonraya salaq. Yoxsa necə istəyirsən? Mənə elə ki yeməyi əvvələ salsaq, sonra getsən vəziyyətim yaxşı olmaz. Ona görə birinci onu yoxlayaq. Yox, birinci yemək yox. Birinci hovuz, sauna onu yoxlayaq. Sonra Quba Macid otelinin hovuzundayıq. Belə hovuz. Bu da Toğruldur. Belə göstərim sizə. Toğrul artıq telefon işığını da yandırıb ki, orada parnoyda məni çəkə bilsin. Suyun temperaturuna baxdım, istidir. 28 dərəcə səhv eləmirəmsə, orada qabaqda temperaturu göstərən var. Deməli, burada parnoydan çıxandan sonra, bura parnoydur. Deməli, parnoydan çıxandan sonra burada oturmaq olur və mənə dedilər ki, burada nə var? Xəstələnməsəm yaxşıdır. Burada da hovuz var. Soyuq hovuza girmək istəyənlər bundan istifadə edir. İndi mən çox qapını açıq saxlamadım, çünki çöldə -6 dərəcədir yanılmıramsa temperatur. Belə, indi mən parnoyu bir dənə test edeyim sadəcə. Parnoya girirəm hazırda. Bura çox istidir. Mən parnoyda çox qala bilmirəm, öncədən onu deyim. Burada neçə dərəcədir? Qardaş, neçə dərəcədir? 68 dərəcədir. Biz indi detal çəkiş edib sizə göstərərik. Mən bu həyətdə burada otura bilərəm maksimum. Bura görüm nə qədərdir. Burada yaxşıdır. Bu peçdir. Torul peçi göstər. Bundan suyu vururlar onun üstünə, par qalxır. Amma mənlik deyildi. Mən həqiqətən parnoyda çox qala bilmirəm. Sadəcə istədim ki, həvəskarlar bunu görsün. Mən gedim girim baseynə. Mənə bu qədər bəsdir.
Belə, yəni utilizmin adamın yeşun nəticəsi budur. Su əladır. Suyun temperaturu indi onu da çəkib göstərərik. Saunadan çıxdınız, soyuq baseynə gedə bilərsiniz və yaxud da bura gələ bilərsiniz bu baseynə. Bu hissəyə də gələ bilərsiniz indi olduğum hissəyə. Burada mən su naporla vurur, həm beli masaj edir, həm ayaqları masaj edir burada. Adamın biraz qıdı-qıdı gəlir həsi. Bu baseynin uzunluğu 16 metrdir, o başı 1.50-dir, bu başı 1.60-dır. Elə bir arta gəlir də oradan bu hissəyə. Yəni ki, belə də məncə əsas məlumatları verdim. Evet. Burada müəyyən qaydalar var, onları oxumaq istəyirəm siz üçün. Spirtli içkilərdən istifadə etməmək, şüşə qablarda olan içkilərdən istifadə etməmək, yəni məqsəd sizin təhlükəsizliyinizin qorunmasıdır. Siqaret çəkməmək, yemək sifariş etməmək, qəlyan sifariş etməmək. Buranın qaydalarıdır. Bu içkilərdən sifariş verə bilərsiniz, çaylardan sifariş verə bilərsiniz. Yəni zövqə görə də. İndi baxın da, məlumatınız olsun bundan da. Şirələrdən sifariş verə bilərsiniz. Çox maraqlı bir şeydir, dadlıdır. Üzərindən sonra xüsusilə ləzzət edir. Belə, yəni mən çalışdım sizə maksimum formada bura gəldiniz. Tutaq ki, baseyndə, parnoyda nə ilə qarşılaşarsınız? Bacardığım həddə göstərim. Bu, yenə də deyirəm, bu formatda mənim ilk təcrübəmdir deyə hər hansısa bir səhvlərim olsa, üzrlü sayasınız. Saymasanız da canınız sağ olsun. Şərhlərdə fikirlərinizi yaza bilərsiniz hər halda. Şimdi parnoya da girdim. Gedim əşyalarımı qoyum otaqda, sonra da şam yeməyi, onu da çəkib göstərəcəm. Burada bir də onu da deyim ki, o tərəfdə bilmirəm fikir verdiniz, onu çəkmədim deyəsən. Amma hovuza xanımlar üçün burada bayaq ilkindidir. Xanımların ayrı saatı var, kişilər üçün, bəylər üçün ayrı saat var. Giriş də ayrıdır, onların bölməsi ayrıdır. Bu da kişilərin bölməsidir. Gedək. Əti döyər səni, özündən gedər də. Yumuşaltmaq. Yumuşaltmaqdır, belə. Parnoya girdim, mən parnoyda çox qala bilmirəm. Düzdür, Torul bir təhər oldu orada məni çəkinə qədər. Mən 30 saniyə qaldım, tez qaçdım çölə. Amma baseyn əla, super. Podkastda bunu 1-2 dəfə eləmişəm bir qonağımızla. Amma istəyirəm ki, buradan da bu layihəni izləyən şəxslər o faydanı götürsün. Mən istərdim ki, sən bunu izləyən şəxslərə bir promokod təklif edəsən. Əlbəttə ki, biz kadr arxasında bu barədə danışmışıq. Sadəcə indi mən belə giriş edirəm. Yəni narahat olmayın. O promokod təklif edəsən və insanlar o promokodla Macid Otelin, indi onun mən saytı da qeyd edirəm. Burada videonun altında da linkini qeyd edirəm. Ora daxil olmaqla, promokodu istifadə etməklə endirim əldə edə bilsinlər. Buyur, indi sən bu barədə məlumat ver, bunu nə cür həyata keçirəcəyik? Çox sağ ol Səməd. Sırf Səməd sənin adına, deməli promokodumuz belədir, Samad 30. 30% endirim az endirim deyil, kifayət qədər ciddi bir endirimdir. Hər şey çox sadədir. İzləyicilərimiz sayta daxil olur. Deməli, yuxarı sağ küncdə sadəcə otelə səfərləmək istədikləri tarixləri seçirlər, neçə nəfər şəxsdir, onu qeyd edirlər. Ondan sonra gələn növbəti pəncərədə promokodu daxil edirlər və daxil elədikləri anda o 30% endirimin şahidi olurlar. Qiymət endirimlə bir yerdə 2 nəfərin qalması, səhər yeməyi, hovuz, hansı ki sən şahidi, bütün bu xidmət, hovuzu, saunası və s. daxil olmaqla, hətta bizim bax o karaoke xidmətimizdə cəmi gəlir 84 manata. O endirimlə bir yerdə çox ciddi bir endirimdir, çox qiymət olaraq əla bir qiymətdir. Yəni mənə elə gəlir ki, Səmədi izləyənlər bu fürsətdən faydalanarlar və bu endirimlə gəlib otelimizdə qalarlar inşallah. Mənim parnoydan sonra gözlərimdəki qızartı hələ yəqin ki, keçməyibsin ki, onu istəyirəm. Sən yatanda qəşəng möhkəm yatacaqsan. Möhkəm yatacam mən. Çünki çoxdan da həm də üzmürdüm, biraz da üzdüm. Bəzən belə vaxtlar olur ki, otellərə ümumiyyətlə gələn insan çox olur da, bayramlarda, pik vaxtlar belə deyim də. Və o vaxtlarda neçə faiz olar o endirim? Deməli, bütün qış boyu, ta ki may ayına qədər biz onu 30% olaraq saxlayacağıq. Ola bilər yayda, yəni sezonda o endirimin miqdarı 10-15%-ə qədər düşə bilər, amma yenidən qeyri-sezonda yenə 30% olaraq stabil o hər zaman qalacaq. Bəlkə də artıq bir neçə aydan sonra o promokod dillərdə əzbər olacaq. Sən o kodu bilirsən, hər zaman. İnşallah. Mənə maraqlı olar ki, kimsə bundan istifadə edəsə bu promokoddan.
Yəni yazsın ki, istifadə etdi. Bura gəlsəz nə cür oldu, razı qaldınız, razı qalmadınız. Mənə həqiqətən maraqlı olar. Çünki istəyirəm ki, insanlar bundan istifadə eləsinlər. Yəni insanlara bir fayda vermiş olur. Həm fayda vermiş, həm də tutaq ki, mən indi çəkilişə gəlmişəm. Mən bayaqdan ilkin bir neçə dəfə demişəm ki, çox xoşuma gəlir buranın təbiəti, ümumiyyətlə o basen, bu belə də dağların arasındasan, çay axır bir tərəfdən. Elə təkrar-təkrar o çayın axışının səsini vurğulamışam, çünki mənə çox ləzzət verir. Amma çəkiliş mənim üçün tam başqa bir şeydir deyə tam relaks ola bilmirəm. Amma İşin məsuliyyəti. hə, işin məsuliyyəti, çünki istəyirəm ki, həm gördüklərimi göstərə bilim və maksimal yaxşı keyfiyyətdə onu göstərə bilim. Bu layihəni istəyirəm belə olsun ki, bundan qabaq tutaq ki, podkastda statik çəkilişdir, amma burada statik deyil də, sən gedirsən, işıq dəyişir. İndi çəkilişlə məşğul olanlar mənə daha yaxşı başa düşər. Düzdür, əsas məsuliyyət Toğrulun, bizim operatorun üzərindədir. Çalışıram ki, maraqlı bir şey olsun və bu İnşallah 30%-dən ki, hə, istifadə edənlər çox istəyərdim ki, olsun. Olacaq Allah qoysa. İstəyirsinizsə yeməyə bizim keçək. gün orada orijinal axşam yeməyi üçün də Mansurdan xahiş edirəm. Mansur yeməyimizi gətir zəhmət olmasa. Deməli Səməd, bu yeməyimizin adı belədir. Bizim menyumuzda da var. Zirincli çolpa. Kənd çolpasından hazırlanıb zirinc və digər çox dadlı ədviyyatlar və soğanın qızarmasından ibarət. Mən demək olar bu ən sevdiyim mətbəx nümunələrindəndir. Mənim menyuda sevdiyim yeməklərdəndir. İstədim sizlə də paylaşaq və siz mənə dadını deyərsiniz inşallah. Yaxşı. Başlayaq. Bu salat nə salatıdır? Bu deməli kələm salatıdır. Bu bizim yerli pendirimizdir, turpumuzdur, turşularımızdır, zeytunumuzdur. Bu bizim axşam üçün bizim bax belə bir Bu da bizim 2 nəfərlik içəcəyimiz. və bizim içəcəyimiz. Bismillah eləyək, başlayaq. Başlayaq. Aha. Hə, zəhmət Gəl bir dənə zəhmət aç. Deməli dostlar, biz yeməyi yedik, qurtardıq. Mən yeməyi çox geniş təhlil eləmə, review eləmə tərəfdarı deyiləm. O göz haqqı məsələsinə görə. Siz bilirəm, onsuz da o olur. Soruşdum, burada kənd çolpası alırlar, yəni yerli məhsullar alırlar, ət oradan gəlir. Çorbalar çox xoşuma gəldi. Pendir də yerlidir, əladır, göy-göyərti. Yəni özüm 3-4 həftədir çörəyi minimuma endirmişəm, amma burada yenə də yedim. Bakı qayıdandan sonra yenə də dayandıraram. Yəni dadlı idi, xüsusilə hovuzdan sonra adam acır. Gördünüz də, bayaq göstərdim yeməkdə nə idi. Hər şey əla idi. Yedik, qurtardıq. Çox istəmədim o hissələri göstərim. İndi gedəcəyik otağa. Artıq Toğrul gedib, dincəlir. Onu çox yorduq bu gün. Mən də dincələcəm. Sabah səhər tez dursaq, istəyirəm ki, burada gün doğuşu vaxtını çəkim. Məncə maraqlı bir mənzərə alınar. Və sabah check-out edərik, hardasa günorta. Və səhər yeməyini də çəkərəm. Mən çox məmnun qaldım. Baxmayaraq ki, istirahət yox, çəkiş rejimində idim. Bir huzur hiss eləyirəm. Çünki bu gün gələ-gələ operatorumuz Toğrula da deyirdim, səviyyəsiz mahnı eşitmədim. Nəsə bəxtimizə belə alındı ki, avtobusda belə şey olmadı. Buranın playlistini çox bəyəndim. Hətta ilkinə dedim ki, deyəsən playlisti kimsə, plus-minus mənim yaşadığım kimsə yığıb. Yəni, istər türk mahnıları olsun, istər Azərbaycan mahnıları olsun. Hamı belə bir huzur atmosferinə salır adamı. Mənzərə də ki, gördünüz, burada da fondan nə qədər görünürsə görünür. Mən yorğunam, yəqin ki, gözlərimdən və səs tonumdan hiss olunur. Amma xoş bir yorğunluqdur. Mənim indiyə qədər belə bir təcrübəm olmamışdı. Bu ilk dəfədir belə bir təcrübə alındı. Bilmirəm, montajda nəyi saxlayaram, nəyi çıxararam, video nə qədər olar, onu da bilmirəm. Amma düşünürəm ki, çox maraqlı bir şey olacaq. Çünki özüm prosesdən çox zövq aldım. Belə bu günlük hələlik deyirəm sizə. İndi sabahda davam olacaq. Dostlar, sabahınız xeyir. Fikir verməyin, paket falan atmış hamısını. Deməli, səhər də artıq 9-un yarısıdır. Biz 7-də oyanmaq idi plan. Düzdür, oyandıq, sonra yatdıq, sonra gördük ki, burada adamın dünənki çəkilişdən sonra əsas istəyi elə odur ki, yatsın da. Hava açılıb. Bu mənzərəni göstərim. Nə qədər mümkündürsə. Durum belədir. Toğrul oyanıb, amma yerindən durmaq istəmir. Buradadır. Mənə deyir ki, cəmaət yatır, sən də çəkib onu YouTube-a qoyursan. Yəqin ki, Toğrulla həmfikir olanlar da var. Burada da axşam çay, mürəbbə, şirniyyat, biraz sağlam həyat tərzi sürdük. Bu rakursudur, yəni göstərim sizə. Belə.
Hə, bu arada dünən mənə dedilər ki, burada krandan gələn su bulaq suyudur. Və mən də səhər onu yoxladım. Yəni qəşəng su qaynatdım. Kompüter su qaynatmaq üçün falan hər şey ordadır da. Yəni belə oldu. İndi getməliyik səhər yeməyinə. Toğrul əgər oyada bilsəm. Mənə dedilər ki, 8:30-da artıq səhər yeməyi başlayır. Amma yadımda deyil neçəyə qədər çəkir. 11-ə qədərmi ya neçəyə qədər? Hər halda gedək səhər yeməyinə, səhər yeməyimizi yeyək, onu da çəkək. Sonra da check-out edək, çıxaq gedək evimizə, ekiyimizə. Toğrul dur. Toğrul. Toğrul. Pironları tam dəfn edirlər, üstündə örtürlər. Yəni, belə formada yorğanın altına girib ki, onu görmək mümkün deyil. Nəysə. Gəldi artıq səhər yeməyinə. Səhər yeməyinə manna kaşa və burada blinçikdir. Bu deyəsən yumurtada bişmiş çörəkdir, qızardılmış. Çox sağ olun. Çay da gəldi. Bu nə blinçikdir? Tvaroqlu. Hə, bu tvaroqlu blinçikdir. Bu da yumurtada qızardılmış çörək. Hə, Toğrul, yumurtanı nə formada istəyirsən? Glazok? Mən glazok yox, o bir versiya. Aha. Aha. Bir glazok, bir qayğanaq. Hə, Toğrulları göstər bir dənə zəhmət olmasa. Ümumiyyətlə çoxdan da manna kaşa yemirdim. Hiss olunur ki, buna vurulan süd də hamı buranındır da. Kənddən alırlar. Çünki dad tam fərqlidir. Adam lap uşaqlığından gedir. Olurdu, qar yağırdı. Səhərə manna kaşa hazır olurdu. Yerdin sonra da qaçırdım məktəbə. Toğrul, bu zavtraq eləyirsən, bir də axşam yeməyi yeyirsən. Olacaq uğurlu. Sən oturub çörək yeyirsən, uğurlu olacaq. Dostlar, belədir də, Toğrul həmişə kadr arxasında olub deyə, kamera arxasında. İndi kamera önünə keçməyə çətinlik çəkir, amma mən əminəm ki, biz bu layihəyə davam etdikcə mən Toğrulda yeni vərdişlər formalaşdıracağam, ona kömək eləyəcəm bunda və o da kadra düşməyə artıq çəkinməyəcək. Belə. Hə, indi deyir ki, qoy pauza verin, pauza verin. Yaxşı, ver pauza, stop elə. Deməli, dostlar, səhər yeməyini də yedik. Toğrul indi bir dənə bunu abzor eləyər ki, nə vəziyyətdədir. Hər şey çox dadlı idi. Qaymaq xüsusilə nəsə səhər mənə xoş gəldi, amma ondan da çox xoş gələn manna kaşa idi. Ümumiyyətlə ləzzətlidir. Bu tvaroqlu blinçik əla idi. Sonra nə vardı burada? Balı da çaya qatıb içdim. Toğrul düzdür, manna yemədi, bilmirəm nəyə görə. Qaynamış yumurtanı da yeyim, da yer qalmayıb yeməyə. Deməli ki, biz artıq getməyə hazırlaşırıq. Mən səhər yerimdən qalxmaq istəmirdim. Çünki çöldə şaxta var. İçəri istidir. Oyandım bir dənə birinci balkonu açdım, baxdım. Dedim gedim yatım evə. Qayıdım. Sonra dedim yox da, durum və planım var çəkiş eləmək. Bilmirəm sən bura ilk dəfə gələndə eyni şeyləri yaşamısan ya yox və ya da bəlkə indi də davam eləyir yaşantısı. İlk növbədə sənə təşəkkür etmək istəyirəm. Bizə burada zaman ayırdığına görə, bizi bütün otelin ərazisində gəzdirdiyinə görə, bu qısa müddətdə bütün xidmətlərdən istifadə etmə imkanını yaratdığına görə. Sonda sən də bizi izləyənlərə nəsə çatdırmaq istəyən fikirlər varsa, onları bölüşəsən. İlk öncə Səməd, mən sənə təşəkkür edirəm. Operatorumuz Toğrula təşəkkür edirəm. Biz səni illərdir tanıyırıq. Çox sağ ol, gəldiniz. Necə deyirlər, o şərəf verdiniz. Bizim üçün də çox xoşdur. Səhər yemək xoşuna gəldi, onu soruşma. Hə, onun videosu artıq izləyənlər görüblər artıq yəqin ki onu. Əla. İstəyirəm biləsən ki, Səməd, hər zaman qapılarımız üzünə açıqdır. Biz otel olaraq bizim üçün bir nömrəli prioritet qonaqdır. Əgər qonağı biz gülər üzlə yola salırıqsa, o bizə desə ki, çox sağ olun, mən yenə gələcəm. O bizə o mesajları verirsə, həmin an bizə qanat lazımdır ki, uçaq. Yəni biz bütün məqsədimiz, bütün gördüyümüz iş bax o ifadəni almaqdır. Belə bir şey soruşuram. Mən əminəm ki, bunu şərtdə yazanlar olacaq, ona görə soruşuram. Bizə həqiqətən çox yaxşı xidmət göstərdi də, həm yeməkdə, həm otaqdan razı qaldım. Bu sırf bizə çəkiliş üçün belə eləmişdiniz yoxsa? Yox, mən sizə əmin eləyirəm ki, birmənalı olaraq yox. Birmənalı olaraq məsələn siz özünüzdə qaldığınız müddətdə məsələn qonaqlar, yəqin ki, məsələn o bizim o qonaqlarla bir yaxşı interaksiyonlarımızı eşidirsiniz.
bizim məqsədimiz odur ki, ayırt etmədən, yəni bizim üçün bütün qonaqlar VIP-dir. Biz əsla məsələn ayırt eləmirik. Bütün qonaqlar istisnasız bizim qonağımızdır. Hətta mən işçilərimizə bilirsiniz nəyi təlqin edirəm. Təkcə oteldə qalan yox. Məsəl üçün bəzən kənardan da deyək ki, bir sürücüdür qonaqları gətirib və yaxud da kimsə bir sanatoriya qonağıdır, amma otel qonağı deyil. Yəni bizim üçün otelin ərazisinə daxil olan istənilən şəxs qonaqdır və biz onlara xidmət göstəririk. Biz dünənləri ilkinə uzun-uzadı o sinema otağında bu barədə söhbət elədik. Bəzi şeyləri kadr arxasında danışdıq. Biz hətta bu otelə gələndə də bu barədə danışırdıq ki, dedim ki, mən Türkiyədə olanda ilk dəfə gördüm ki, xidmət sektoru nədir? Yəni adam işini sevib də xidmət göstərə bilir. İlkin də ki, sən hökmən gəlib alternativini görəsən, başa düşəsən ki, xidmət yaxşı olmayanda bu doğru deyil. Bunu başa düşmək üçün sən gərək onun yaxşı olanını görəsən. O baxımdan məncə də əminəm ki, xidmət və insani münasibət çox önəmlidir. Qalan bütün şeyləri keçmək olur, onlara göz yummaq olur. Çünki texniki məsələlər həmişə sənin idarə etməndən asılı olmaya bilər də. Deyək ki, nəsə baş verə bilər, işıq sönə bilər, nəsə baş verə bilər, nə bilim, qaz sıza bilər də. Nə qədər də sən hər şeyi önləməyə çalışsan, gözləmədiyin bir şey baş verə bilər. Ona görə insani münasibət və onun daxilində də xidmət çox önəmli bir məsələdir. Elə. Çox sağ ol Səməd. Nə zaman gəlsəniz, mən səni dəvət eləmişdim növbəti dəfə öz yoldaşınla. İnşallah ki, yenə gözləyəcəm. İnşallah. Və Səməd 30 promo kodunu da unutmayın. Mütləq. Çox sağ ol Səməd. Hələlik. Çox sağ ol. Belə dostlar, Quba Məcid oteldəki qısa da olsa, amma maraqlı keçən səyahətimiz tamamlandı. Burada bəyənmədiyim müəyyən nüanslar var, onlar demək istəyirəm. Misal otaqda rajok yox idi. Mən həmişə istifadə edirəm. Bu mənfi tərəfidir. Yeməkdə acı qədər, istədiyim qədər acı deyildi. Amma səhər yeməyi tam xoşuma gəldi. Burada ilk dəfə nə idi o quşun adı Toğrul? Bildirçin tabakası yedim, qızarmış. Xoşuma gəldi. Yaxşı idi. Qızarmış deyəndə də yəni kabab edilmişdi. O şoraba ki var idi, adını yenə də unutdum nə idi orada. Həmin o bitkilərin şorabası, onlar dadlı idi. Yəni yadımda xüsusi belə qeyd kimi qalan. Biz dünən Toğrulla danışırdıq. Toğrul mənə dedi ki, sən burada nə qədər qala bilərdin də, darıxmadan. Mən də fikirləşdim, bunun 2 versiyası var. Mən sinema ilə də məşğul olduğuma görə eyninən Toğrul kimi. Bəzən sən ssenari yazmalı olsan və ssenari yazanda sənə sakitlik lazım olur ki, fikri cəmləyə biləsən. Burada o sakitlik var, burada o təbiətin səsi var. Ona görə mən düşünürəm ki, mən 2 həftə burada rahat qala bilərəm. Amma qaldığım müddətdə ancaq ssenari yazmaram da. Mən özüm planımı quraram və o plan üzrə hərəkət edirəm. Əvvəl o prosedurlar ki, göstərdi, onların hamısından istifadə edirəm. Hansı ki, mənim sağlamlığıma xeyirdir. Hər gün üzərəm. Bəlkə də gündə 2 dəfə baseynə gedərəm. Filmə baxaram. Hər gecə minimum 1 filmə baxaram. PlayStation-dan istifadə edirəm. 3 vədə yemək var. Ona da bir vaxt gedər və ssenarimi də yazaram. Bir variant budur, tək gəlmək, yəni sırf yaradıcılıqla məşğul olmaq üçün. İkinci variant odur ki, ailə ilə gəlmək olar. Hətta bir neçə ailə, dostlarla gəlmək olar. Onun üçün də idealdır. Onda ümumiyyətlə darıxmağa vaxtın olmaz. Daima nəyləsə məşğul olarsan, parkda gəzərsən, idman eləyərsən, çay içərsən, söhbət eləyərsən, bir də filmə baxarsan, karaoke oxuya bilər. Kim istəyirsə, mən elə də karaoke həvəskar deyiləm. Amma orada da filmə baxmaq olar da, bir kampaniya halında yığılıb orada filmə baxmaq olar, müzakirələr aparmaq olar, mafiya oynamaq olar, komanda şəklində də oyunlar eləmək olar. Mən biraz üşüyürəm indi, çünki Damaşqdan çıxmışam bura. Mənfi 3 dərəcə şaxta var bu dəqiqə. Yəni yuncurab geyinməyimə baxmayaraq Toğrul bunu bir dənə göstər. Burada küsnət qazma çıxır. İndi kəndin adını bilmirəm. Bəlkə də belə deyil. Amma xəritədə belə çıxır. Mənfi 3 dərəcə şaxta var bu dəqiqə. Səhər saat 10-a qalıb. Bu qədər. Siz nə düşünürsünüz bu yer barədə? Fikirlərinizi şərhdə yazın. Mən videonun altında bu otelin həm rezervasiya üçün saytını qeyd edəcəm, həm deməli sosial şəbəkədəki profilində qeyd edəcəm. Instagram olacaq böyük ehtimal. Toğrul mənimdəki promo kodunu da xatırladım. Samad 30 promo kodu ilə də 30% endirim əldə edə bilərsiniz. Sayt üzərindən rezervasiya etdiyiniz halda. Sizə bol istirahət və xoş zaman arzu edirəm və ən əsası çalışın sağlam və xoşbəxt olasınız. Mən getdim. Və kanala abunə olun. Bu çox önəmlidir. Abunə olun, şərh yazın. Hələlik.